Həqiqətən də bir şeyin nail olmaq istəyən xanım və ya bəy yorulmayacaqsın. Bu şirkətlərin hər birində mən hətta oxumun sertifikatı olmadan bile işləmişəm. Məsələn, hal-hazırda kim düşünür, bu üniversitetdə oxuyur ya, üniversitetdən sonra sizin maaşlı olacaq, sizə çox yaxşı bir yerdə işləyəcək. Həmişə negativ olanlar fikirləşir ki, bizdən də biz dinlər yaşayan insanlar. Təhsilin içində bir 100 manat xərcə qartmarkən istifadə edib bizim salonlarımızda, okey? Bunlardan fərqli bir şey çıxsa, mən heç orada təhsildə yoxdur, bir səfərdə getməmişəm. Haberimiz var, herhalde istifade ettiğimiz yalnız teknolojinin unuttum. Onun yaratıcısı kim? Optika fiber'de laser kılıcı işlerle işlemiştim. Özümün içinde bir motivasyon. Ona göre kabağa gelir.